Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 31 iyul 2026-cı il tarixində Ağcabədi rayonunda Parlayan Ziya Təbliğat Təşviqat Qrupu layihəsi çərçivəsində yerli əhali ilə görüş keçirilib. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Azadlığımız uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ailə institutunun möhkəmləndirilməsinin, milli mənəvi dəyərlərin qorunmasının və gənc nəslin sağlam mühitdə böyüməsinin vacibliyindən danışıb. O, müasir dövrün çağırışları fonunda maarifləndirmə işlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova layihənin əsas məqsədinin cəmiyyətdəki sosial problemlərin həllinə ziyalıları, elm və mədəniyyət xadimlərini fəal cəlb etmək, əhali ilə davamlı dialoq qurmaq və maarifləndirmə işinin sistemli şəkildə aparmaq olduğunu diqqətə çatdırıb. O, Ağcabədi rayonunda yeni yaradılan əlaqələndirici qrupun bu fəaliyyətlərin tənzimlənməsinə mühüm rol oynayacağını bildirib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir Fəlsəfə Problemləri şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası üzrə gender məsələlərinə dair məsul şəxs Mahruh Abbasova çıxışında bildirib ki, ailənin gələcəyi böyük qərarlarla yanaşı həm də kiçik addımlardan, ailəyə vaxt ayırmaqdan, uşaqları dinləməkdən ibarətdir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial Fəlsəfə Ekoloji Problemlər şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Dosent Ağasəlim Həsənov ailənin mühüm sosial institut olduğunu vurğulayaraq onun qorunmasına dair sistematik işlərin aparılmasının vacibliyindən danışıb. Müzakirələr zamanı yeni yaradılmış yerli əlaqələndirici şuranın üzvləri, Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Aran Yol qəzetinin redaktoru Məsəti Ağayeva, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev və Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi Təşkilat və İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova çıxış edərək layihənin aktuallığını yüksək qiymətləndiriblər. Onlar ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin tərbiyəsi və maarifləndirmə işinin miqyasının genişləndirilməsi ilə bağlı dəyərli fikir və təkliflərini irəli sürüblər.